Bismillahirrahmanirrahim. Esselamun aleyküm. Bugün Qurban Bayramıdır. Mən bütün müsəlman bacı qardaşlarımızı bu müqəddəs Qurban Bayramı münasibətindən təbrik edirəm. Bütün dünyada Allah Teala əmin-amanlıq sul olsun inşallah. Hər bir insanların evində sevinç, bərəkət, ruzi olsun, əmin-amanlıq olsun. Allah Teala tezliklə bu dünyada müharibənin odunu, alıbını söndürsün inşallah. Bütün insanlar da öz evində, eşiyində şən, firavan yaşasınlar inşallah. Ukraynanın Xarkov şəhərindəyik. Bu günləri biz burada bütün yaşayan Azərbaycanlılar yığılmışıq Qurban Bayramını qeyd eləyək. Burada yaşadığımıza baxmayaraq ürəyimiz, vətənimiz Azərbaycanla döyünür. Bütün Azərbaycan xalqının bu Qurban Bayramı münasibəti ilə təbrik eləyirəm. Mən Tərtər şəhərində yaşayıram. Tərtər cəmaatını da buradan təbrik edirəm. Tərtərin uzun müddətli icra başçısı işləyir Müstəqim Məmmədov. Xalq onu sevir, xalq üçün böyük işlər görüb. Buradan Müstəqim Məmmədov sizi, sizin kollektivinizi Qurban Bayramı münasibəti ilə təbrik edirəm. İşlərinizdə uğurlar arzulayıram. Siz Tərtər cəmaatı üçün çox işlər görmüsünüz. Bütün cəmaat sizdən razıdır. Qazilər üçün, müharibə iştirakçıları üçün çox işlər görürsünüz. Bundan əlavə onu da qeyd edeyim ki, 30 ildən sonra bizim işğaldan azad olunmuş rayonlarımızda yeni məscidlər tikilir, bərpa olunur. Orada da bayram namazları qılır, qurbanlar kəsilir. Bütün xalqımı yenə də Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Bugün müqəddəs bayram münasibətindən fürsətdən istifadə edib Müstəqim Məmmədovu da bu günləri təbrik edirik. Onun ətrafında olan insanlara da, onlara da uzun ömür, can sağlığı, ruzili, bərəkətli günlər arzulayırıq inşallah. Həqiqətən Müstəqim Məmmədov böyük işlər görür. Sağ olsun. Qaziləri, müharibə veteranlarının hər birinə qayğı göstərir. Çox sağ olsun. Xeyir ad günlərində belə gedir, iştirak eləyir, yardım eləyir. Minnətdarıq, minnətdarıq. Minnətdarıq. Bizim liderimizin davamçısıdır. Ona işlərində uğurlar arzulayırıq. Amin. Сегодня великий день в мусульманском мире. Курбан Байрам отмечаем. Это второй праздник для мусульман. С этим днем я поздравляю всех мусульман Харькова, Украины, всего мира. Желаю каждому мира, добра, благополучия, достатка. Чтобы это неспокойные дни скорее наступил мир.
Саламу алейкум ва рахматуллахі. Вітаю усіх українців, мусульман усіх національностей зі святом Курбан-Байрам. Сподіваюсь, що наступного року ми вже будемо святкувати це свято над мирним небом та зі спокоєм в душі. Тому що сьогодні Україна, саме наше місто Харків, пережило понад 50 влучень з дронами. Це було дуже важко, але ми усі вистояли, витримали. Усім, хто постраждав, ми бажаємо скорішого одужання. І сподіваюся, що Аллах Субхану ва Тааля зробить все, щоб в Україні нарешті настав мир. І щоб усі мусульмани збиралися на наступні свята вже в Україні, яка буде без війни. Ассаламу алейкум ва рахматуллахі. Emin-amanlıq olsun, sülh olsun, gözəl günlər dövlətimizə, xalqımıza, millətimizə nəsib olsun. İnşallah. Вітаю всіх мусульман з настанням священного свята Курбан-Байрам, або по-арабськи Ід аль-Адха, свято жертвоприношення. Нехай скоріше настане мир, і у нас буде більше можливостей для пізнання, для того, щоб збиратися тут в мечеті, щоб ми зібралися своїми родинами, які зараз розпорошені, і святкували вже наступний Курбан-Байрам в наших родинах. Поздравить всех мусульман с сегодняшним святым праздником, как Курбан-Байрам. Курбан-Байрам для всех мусульман очень святой, потому что это моральное очищение, духовное очищение человечества. Несмотря на сегодняшний день военное положение в Украине, мы, азербайджанцы, как всегда, мы собирались в мечети Имам Али и отмечаем этот праздник Курбан-Байрам. Сегодняшний день я хочу всем пожелать здоровья, мир над головой. Всему миру я желаю мир. Дай Бог, чтобы скорее закончится война. Bütün müsəlmanların Qurban Bayramını təbrik edirəm. İnşallah gələn il sülh, əmin-amanlıq olsun. Hal-hazırda biz Ukraynanın Xarkov şəhərindəyik, İmam Əli məscidində. İnşallah gələn il müharibəsiz qeyd eləyək Qurban Bayramını. Təbrik edirəm bütün müsəlmanları. Amin. Amin. Öncə hər kəsi salamlayıram. Bütün Azərbaycan, Xarkovda yaşayan Azərbaycan müsəlmanlarımızı, bacılarımızı, qardaşlarımızı bu əziz Qurban Bayram münasibəti ilə hamımız ürəkdən təbrik edirəm. Neçə belə bayramlar inşallah qeyd edək. Ən əsası inşallah bu Ukraynada bu müharibə tez bir zamanda sona çatsın və gələcək nəslimiz daha əmin-amanlıqla yaşayaq. Bayramlarımızı daha ürək açıqlığına, sevinə-sevinə qeyd edək. Bir daha bayramınız mübarək. Hamımıza uzun ömür, can sağlığı arzulayıram. Çox sağ olun, təşəkkür, minnətdaram.